Tənliklər. Əslində biz tənliklərlə aşağı sinifdən tanışıq. Nədir tənlik? Məchulu olan bərabərliyə tənlik deyilir. Bax, yəni bu ifadədə əgər bərabərlik olmasaydı, yalnızca bu ifadə x üstəgəl 3 olsaydı bu tənlik olmur. Bu sadəcə dəyişənli ifadədir. Yəni məchul olur, bərabərlik olarsa bu artıq tənlik adlanır. Yəni məchulu olan bərabərliyə tənlik deyilir. Əgər tənliklərin kökləri eyni olarsa, belə tənliklərə isə ekvivalent tənliklər deyilir. Məsələn, burada verildiyi kimi x üstəgəl 3 bərabərdir 1 tənliyini həll etsək, x bərabərdir 1 minus 3, x bərabərdir mənfi 2. Burada isə x bərabərdir, yenə 1 minus 3 olur, x bərabərdir mənfi 2. Hər iki tənliyin kökü mənfi 2 olduğuna görə bu iki tənlik ekvivalent tənliklər adlanır və ekvivalentlik işarəsi bu şəkildə təyin olunur. Belə bərabərlik qoyub uc hissələrində ox işarəsi qoyuruq. Tənlikdə bərabərliyin sağ və sol tərəflərinin yerini dəyişdikdə əvvəlki tənliklə ekvivalent tənlik alınır. Yəni bax bu yuxarıdakı bu tənliyimizi biz 1 minus x bərabərdir 3 şəklində də yaza bilərik. Bu zaman 3 bərabər 1 minus x tənliyi ilə 1 minus x bərabərdir 3 tənlikləri ekvivalent tənliklər adlanır. İndi çalışmalara baxaq. Elə tənlikləri həll etmək nizahını çalışmalar üzərində təkrar yenə qeyd edim. Birinci çalışmada verilmiş ədədin tənliyin kökü. Yəni biz o tapdığımız həll edib x-a cavab tapırıq. O həmin x-in qiyməti tənliyin kökü adlanır. Bunu iki yolla yoxlaya bilərik. Bir tənlikdə yerinə qoyaraq, məsələn, mənfi 4-ü yerinə qoyuram. Mənfi 4 üzərinə 6 2 etdiyinə görə bəli, mənfi 4 bu tənliyin köküdür. Və ya tənlikləri həll edərək. Gəlin elə hər birini həll edərək onların içərisindən ekvivalentləri seçək. X üzərinə 6 bərabərdir 2. X yerində qaldı. Bərabərdir. Çalışaq dəyişənləri sol tərəfə, ədədləri sağ tərəfə yığaq. Fərq etməz. Yəni dəyişənləri sağa, ədədləri sola da yığa bilərik. Burada x-i saxladıq yerində. 2 öz yerində qalıb deyə onun qarşısındakı işarə də heç bir işarə yoxdursa müsbətdir. Bunu əvvəlki dərslərdə qeyd etmişdik. 2 6-nın işarəsi müsbətdir. Digər tərəfə keçirəndə, yəni bir tərəfdən digər tərəfə keçirdikdə işarəmiz dəyişir. Olur minus 6. Buradan alırıq. X bərabərdir mənfi 4. İkinci tənliyimizdə indi ədədləri yığaq sola, fərq etməz. 6 yerində qaldı. 2-ni digər tərəfə aparırıq deyə işarəmiz dəyişəcək. Bərabərdir, x isə yerində qalıb. Bu da 4 bərabərdir x. Bunu hətta x bərabərdir 4 şəklində də yaza bilərik. Üçüncü tənliyimizdə isə 2x üzərinə 6 bərabərdir 2 üzərinə x. 2x yerində qalıb. Bu x-i digər tərəfə aparırıq deyə minus x olacaq. Bərabərdir 2 yerində qalıb. 6-nı digər tərəfə aparırıq deyə işarə dəyişəcək. Çünki 6-nın qarşısı müsbət idi, mənfi. 2x-dan 1x çıxanda x bərabər 2-dən mənfi 6-nı isə mənfi 4. Bayaq dedik ki, ekvivalent tənliklər kökləri eyni olmalıdır. Baxırıq, birinci və üçüncü tənliklərin kökü eynidir. Deməli, x üstəgəl 6 ilə ekvivalentdir. 2x üzərinə 6 bərabərdir 2 üzərinə x. B bəndində 4 minus x bərabərdir 7. 4 qalsın yerində. 7-ni digər tərəfə keçirdik deyə işarə dəyişir. X-i digər tərəfə apardıq deyə yeni işarəsi dəyişəcək. Çünki qarşısı mənfidir. X olur. 4-dən 7-ni çıxanda mənfi 3 bərabərdir x. Bunu biz yenə də x bərabərdir mənfi 3 kimi də yaza bilərik. Digər təni 7 üzərinə x bərabərdir 4. X qaldı yerində. 4-də qalıb, 7-ni isə digər tərəfə aparırıq deyə işarəmiz dəyişir. X bərabərdir mənfi 3. 6 minus 3x bərabərdir 3 minus 4x. 6 qaldı yerində, 3-ü aparırıq deyə işarə dəyişəcək. 4x öz işarəsi ilə qalır, yəni mənfi 4x. Bu 3x-i aparırıq deyə yenə işarəsi dəyişəcək. 6-dan 3-ü 3. Mənfi 4x, 3x, yəni mənfi 4-dən 3, mənfi x edir. Buradan x-in özü isə bərabərdir mənfi 3-ə.
Bunların üçündə də mənfi çalındı deyə üçü də bir-biri ilə ekvivalentdir. Yəni onda aralarında bu işarəni qoya bilərik. C bəndində 2x qaldı yerində bərabərdir. Mənfi 3 qalıb yerində minus 1. Buradan 2x bərabərdir mənfi 4-ə, x bərabərdir mənfi 4 bölünsün 2-yə, x bərabərdir mənfi 2. Mənfi 4 bərabərdir 2x-a. Hər tərəfi 2-yə bölməliyik, çünki 2x-dır, biz x-i tapmaq üçün. Onda olur mənfi 2 bərabərdir x-a, yəni x bərabərdir mənfi 2 yaza bilərik. Digərində x bərabərdir, x qalıb yerində, 2 qaldı yerində, 3 aparıq deyə minus 3, x bərabərdir mənfi 1. Deməli, ekvivalent olan bu iki tənliyimiz oldu, birinci və ikinci. D bəndində x qaldı yerində, 8-də qalıb, digər 8-i apardıq deyə minus 8 olacaq, x da bərabərdir 0. 8x bərabərdir 8. Hər tərəfi 8-ə bölürük. Onda 8-i 8-ə 1. 8x üzərinə gəl 8 bərabərdir 8. Buradan 8x bərabərdir 8. Digər tərəfə aparırıq deyə minus 8. 8x bərabərdir 0. X bərabərdir 0 bölü 8. Yəni x bərabərdir 0-a. Kökləri eyni olansa birinci və üçüncü tənliklər oldu. Yəni 8 üzərinə gəl x bərabərdir 8 ekvivalentdir. 8x üzərinə gəl 8 bərabərdir 8 ilə. Çalışma 2-də boş xanayı elə də tapın ki, tənliklər ekvivalent olsun. Yəni kökləri eyni olsun. A bəndini həll etsək, x bərabərdir 4 yerində qalıb minus 7. Yəni x bərabərdir mənfi 3. İndi ikincidə yerinə qoyuruq. X-in yerinə mənfi 3. Mənfi 3 ilə 9 isə 6 edir. B bəndində x-i tapsaq 4-ə bölür. Mənfi 8 bölünsün 4. X bərabərdir mənfi 2. İkinci tənlikdə isə mənfi 2-ni yerinə qoyuruq. Yəni 8 vurulsun mənfi 2. Bu da mənfi 16 edir. C bəndində x bərabərdir 3 üzərinə gəl 4, yəni x bərabərdir 7. Onda burada 7-ni yerinə qoyuruq, 7 üstə gəl 1, 8. D bəndində 2x bərabərdir 11 minus 1 olur, 2x bərabərdir 10-a, x də bərabərdir 10 bölünsün 2-yə, x də bərabərdir 5-ə. Onda ikinci tənlikdə yerinə qoyuruq, 3 vurulsun 5, 15. Y bəndində isə 3x bərabərdir mənfi 1 minus 2 olacaq. 3x bərabərdir mənfi 3, x mənfi 3 bölünsün 3 olur. X bərabərdir mənfi 1. Yerinə qoyuruq, mənfi 1 üzərinə gəl 1, 0. F bəndində 2x bərabərdir 2 minus 2, 2x bərabərdir 0-a, x də bərabərdir 0 bölünsün 2, yəni x bərabərdir 0. Burada yerinə qoysaq 9 vurulsun 0, 0 edir. Tənliyi ekvivalent tənliyə gətirməklə həlli, yəni tənliyi daha sadə ekvivalent tənliyə gətirməklə həll etmək olur. Elə bayaqdan da bunların üzərində işlədik. Yəni çalışmalara baxaq. Üçüncü məsələmizdə biz bilirik ki, mötərizənin qarşısında mənfi işarə olduqda mötərizənin daxili əksinə dəyişirdi. Yəni ona görə bu x üzərinə gəl 8 olacaq, bərabərdir 2-yə, x bərabərdir 2 minus 8-ə, x bərabərdir mənfi 6. İkinci, qarşıda mötərizənin qarşısı müsbət olduğuna görə işarə dəyişmir. Yəni x minus 3 bərabərdir 9-a, x bərabərdir 9 üzərinə gəl, 3x bərabərdir 12. Üçüncü, mənfi 2 minus x bərabərdir 1-ə. Bunu öz işarəsi ilə saxlayırıq. Mənfi x bərabərdir 1,
2-ni digər tərəfə aparırıq deyə üzərinə gəl 2 olacaq. Mənfi x bərabərdir 3, x-in özü isə mənfi 3 olur. Dördüncü, yenə 3 qalsın, 7-ni digər tərəfə aparırıq deyə minus 7, x-i də bərabərliyin digər tərəfinə keçirdik deyə x. Buradan mənfi 4 bərabərdir x, yəni x bərabərdir mənfi 4. Beşinci, hər tərəfi bərabər tənlikdə tənliyin hər tərəfini eyni bir ədədə vursaq və ya bölsək, tənliyin kökü dəyişmir. Yəni biz x-i almaq üçün hər tərəfi mənfi 12-yə bölürük. Ona görə olur x bərabərdir 36 bölünsün mənfi 12, x bərabərdir mənfi 3-ə. Altıncı, mənfi x. İndi bölmədir deyə bərabərliyin hər tərəfini mənfi 4-ə vururuq. Yəni bölməni əks əməli vurmadır. Mənfi x bərabərdir mənfi 9 vurulsun mənfi 4. Mənfi x bərabərdir. Mənfini mənfiyə vuranda müsbət. X da bərabərdir mənfi 36. Yeddinci, 3x qaldı yerində, 5 minus 11. 3x bərabərdir mənfi 6-ya, x da bərabərdir mənfi 6 bölünsün 3, yəni mənfi 2. 8-ci, 5x. Mötərizənin qarşısı müsbət olduğuna görə işarə olduğu kimi qalacaq, bərabərdir mənfi 7. Yəni 5x bərabərdir mənfi 7. Üzərinə gəl 2, çünki 2-ni digər tərəfə keçirdi, işarə dəyişir. 5x bərabərdir mənfi 5, x da bərabərdir mənfi 5 bölünsün 5, yəni mənfi 1. 9-da 7 qaldı yerində, minus 13. Digər tərəfə keçdi deyə, 3x-i da digər tərəfə keçiririk deyə, mənfi idi, müsbət olur. Bu da mənfi 6 bərabərdir 3x-a. X da bərabərdir mənfi 6 bölünsün 3, yəni x bərabərdir mənfi 2. 10-cu, mənfi 2x öz işarəsi ilə qaldı, bərabərdir 19 yerində qalıb, 3-ü digər tərəfə aparırıq deyə üzərinə gəl 3. Mənfi 2x bərabərdir 22-yə, x da bərabərdir 22 bölünsün mənfi 2-yə, yəni mənfi 11. On birinci, 4x qaldı yerində, mənfi 11, 3-ü digər tərəfə keçiririk deyə üstə gəl 3, 4x bərabərdir mənfi 8-ə, x da bərabərdir mənfi 8 bölünsün 4, yəni mənfi 2. 12-də mənfi 2x öz işarəsi ilə qaldı, 17 minus 13, mənfi 2x bərabərdir 4-ə, x da bərabərdir 4 bölünsün mənfi 2-yə, x da bərabərdir mənfi 2. Burada biz dedik ki, tənliyin hər tərəfini eyni bir ədədə vursaq və ya bölsək, tənliyin kökü dəyişmir. Bax, buna 1x kimi baxsaq, yəni biz 2x bərabərdir 4 tənliyini necə həll edirdik? X bərabərdir 4 bölünsün 2. Yəni hər tərəfi yenə 2-yə bölsəm, 2, x üzərinə gəl 7 bərabərdir 4-ü. Onda hər tərəfi 2-yə bölsək, x üstə gəl 7 bərabərdir 4 bölünsün 2. X üstə gəl 7 2-yə, x bərabərdir 2 minus 7-yə, x bərabərdir mənfi 5. Çünki biz 7-ni digər tərəfə keçirdik deyə mənfi 5. Sonra deyir kökün olub olmadığını yoxla, yəni tapdığımızı yoxlamaq üçün, yəni 2 vurulsun mənfi 5 üzərinə gəl 7 bərabərdir. 2 vurulsun 2, o da bərabərdir 4. Amma digər variantlarını yoxlamayacağım, özünüz bu şəkildə yoxlayarsınız. Burada isə hər tərəfi 3-ə bölək. Onda olacaq 2x minus 1 bərabərdir mənfi 21 bölünsün 3.
2x minus 1 bərabərdir mənfi 7. 2x bərabərdir mənfi 7 üzərinə gəl 1. Çünki digər tərəfə keçdi. 2x bərabərdir mənfi 6. Mənfi 6 bölünsün 2. X bərabərdir mənfi 3. C bəndində isə hər tərəfi 4-ə bölürük. Onda olacaq 1 minus x bərabərdir 12 bölünsün 4. 1 minus x bərabərdir 3. Mənfi x bərabərdir 3 minus 1-ə. Mənfi x bərabərdir 2-yə. X isə mənfi 2-yə bərabər. D bəndində hər tərəfi 5-ə bölürük. Onda olacaq 3 minus 2x bərabərdir mənfi 15 böl 5. 3 minus 2x bərabərdir mənfi 3-ə. Buradan mənfi 2x öz yerində qalıb deyə bərabər olur. Mənfi 3. 3 digər tərəfə keçir deyə minus 3. Mənfi 2x bərabərdir mənfi 6-ya. X isə bərabərdir mənfi 6 bölünsün mənfi 2-yə. Yəni x bərabərdir 3-ə. Y bəndində isə artıq burada vurmadır deyə, bölmədir deyə, daha doğrusu hər tərəfi 2-yə vururuq. Onda olur x üstə gəl 4 bərabərdir 3 vurulsun 2-yə. X üstə gəl 4 6. X isə bərabərdir 6 minus 4. X bərabərdir 2. F bəndində yenə bölmədir deyə hər tərəfi 2-yə vururuq. 9x üstə 24 bərabərdir 3 vurulsun 2. 9x bərabərdir, bunu da belə yazım. Üzərinə gəl 24 bərabərdir 6-ya. 9x bərabərdir 6 minus 24-ə. 9x bərabərdir mənfi 18-ə. X isə bərabərdir mənfi 2-yə. G bəndində isə hər tərəfi 13-ə vururuq. 7x üzərinə gəl 2 bərabərdir mənfi 2 vurulsun 13. Çünki burada bölmə 13-dür. 7x üzərinə gəl 2 bərabərdir mənfi 26. 7x bərabərdir mənfi 26 minus 2-yə. 7x bərabər olur mənfi 28-ə. Çünki hər ikisi mənfi idi. X isə bərabərdir mənfi 28 bölü 7-yə. X də bərabərdir mənfi 4. H bəndində isə yenə böl 3-dür deyə hər tərəfi 3-ə vururuq. 9 minus 5x bərabərdir 13 vurulsun 3. 9 minus 5x bərabərdir 39-a. Buradan mənfi, belə əvvəlində yazım bu. 9 minus 5x 39 yazmışıq artıq. Yəni buradan yazacağım mənfi 5x bərabərdir 39 yerində qalıb 9-u digər tərəfə keçirik deyə minus 9. Mənfi 5x bərabərdir 30-a. X isə bərabərdir 30 bölünsün mənfi 5-ə. Yəni x bərabərdir mənfi 6. Beşdə elə bayaqki dediyimiz qayda ilə həll edirik. Nömrə 5-in A bəndi. Dəyişənləri yığaq bir tərəfə, ədədləri isə bir tərəfə. 5x qaldı. 3x-i apardıq deyə minus 3x olur. Bərabərdir. Mənfi 2 öz yerində qalıb. 8-i digər tərəfə aparırıq deyə minus 8. 5-dən 3-ü 2x bərabərdir. Hər ikisi mənfidir deyə topladıq. Mənfi 10. Buradan isə x bərabərdir mənfi 10 bölünsün 2-yə. X bərabərdir mənfi 5-ə. B bəndində x qaldı yerində. 5x-i digər tərəfə aparırıq deyə üzərinə gəl 5x. 10 qaldı yerində. 4 isə digər tərəfə apardıq deyə minus 4. 1 ilə 5 bilirik ki, bunun qarşısında 1 yazılmır. Bu 1 demək. 1 ilə 5 6x bərabərdir 10-dan 4 6. X də bərabərdir 6 bölü 6. X də bərabərdir 1. C bəndində isə 6x qalıb öz yerində. X-i digər tərəfə keçirik deyə minus x. 3 qaldı yerində. 8-i digər tərəfə keçirik deyə üzərinə gəl 8. 6x-dan 1x-i çıxdıq. 5x bərabərdir 11-ə.
x da bərabərdir 11 bölünsün 5. Bunu biz belə onluq kəsrə çevirmək üçün 11 böl 5, məxrəci 10 eləmək üçün 2-yə vurarıq. Sürəti də onda 2-yə vururuq. 22 bölünsün 10, o da bərabərdir 2,2. D bəndində isə x qaldı yerində. Bu mənfi 2x mənfidir deyə keçiririk. Digər tərəf üzərinə gəl 2x. 14 qaldı yerində. 4-ü digər tərəfə keçiririk. Üzərinə gəl 4. 3x bərabərdir 14 ilə 4 18. X ise bərabərdir 18 bölünsün 3. X bərabərdir 6-ya. Y bəndində mənfi x qaldı yerində. Digər x-i gətiririk deyə minus x bərabərdir. 3 qalıb yerində. 7-ni apardıq deyə minus 7. Mənfi 2x çünki hərəsi 1-dir. Bərabərdir mənfi 4-ə. X da bərabərdir mənfi 4 bölünsün mənfi 2-yə. X ise bərabərdir 2-yə. F bəndində mənfi 3x yerində qalıb. X-i gətirdik sol tərəfə deyə minus x. 1 yerində qalıb 9-u sağ tərəfə apardıq deyə minus 9. Mənfi 3, mənfi 1, mənfi 4 x bərabərdir mənfi 8-ə. X ise bərabərdir mənfi 8 bölünsün mənfi 4-ə. Yəni x da bərabərdir 2. G bəndində x qaldı yerində. Minus 3x bərabərdir 8 qalıb yerində. Minus 2. 1-dən mənfi 3, mənfi 2x bərabərdir 6-ya. X ise bərabərdir 6 bölünsün mənfi 2-yə. X bərabərdir mənfi 3-ə. H bəndində isə 9x yerində qaldı. Minus x bərabərdir 4 yerində qalıb. Minus 12. 9-dan biri 8x bərabərdir 4-dən 12 mənfi 8-ə. X ise bərabərdir mənfi 8 böl 8 mənfi 1-ə. 6-da dəyişənin hansı qiymətində ifadələrin qiymətləri bərabərdir? Yəni biz bunları bir-birinə bərabər etməliyik. Bərabərdir x minus 3-ə. Adi tənlik kimi həll edilir. 3x minus x bərabərdir mənfi 3 minus 17 olacaq. 2x bərabərdir mənfi 20-yə. X ise bərabərdir mənfi 20 böl 2. Yəni x bərabərdir mənfi 10. B bəndində isə ifadəsinin qiymətindən 2 vahid böyükdür. Bu 2 vahid böyükdür deyə biz bunun üzərinə 2 gəlsək, bu ifadələr bir-birinə bərabər olar. Yəni 3x üzərinə gəl 2 bərabərdir 2x minus 3 üzərinə gəl 2. Buradan 3x da minus 2x bərabərdir mənfi 3 üzərinə gəl 2. Bunlar yerində qalıb. Bu 2-ni isə digər tərəfə aparırıq deyə minus 2. 3-dən 2 1'i yazmırıq artıq. X bərabərdir 2 mənfi 2. Əks ədədlərdir deyəcəyimiz 0 olur. Qaldı mənfi 3. Həqiqətən də yerinə qoysaq, baxın 3 vurulsun mənfi 3 üzərinə gəl 2 bərabərdir mənfi 9 üzərinə 2 mənfi 7. 2 vurulsun mənfi 3 minus 3 bərabərdir mənfi 6 minus 3 mənfi 9. Bəli, mənfi 7 mənfi 9-dan 2 vahid böyükdür. A bəndi əvvəlcə sadələşdirək. 2x 3x 5x bərabərdir mənfi 20-yə. Buradan isə x bərabərdir mənfi 20 bölünsün 5-ə. Yəni x bərabərdir mənfi 4. B bəndində isə 4, 1, 5, 5-dən mənfi 8, mənfi 3x edir, bərabərdir 15-ə. Buradan x bərabərdir 15 bölünsün mənfi 3-ə, yəni x bərabərdir mənfi 5-ə. C bəndində isə mötərizəni vurub açıb sadələşdirək. 4x üzərinə gəl, 4-ü 3-ə də vururuq 12, minus 3 bərabərdir 1. Yəni 4x üzərinə gəl 9 bərabərdir 1. 4x bərabərdir 1 minus 9.
4x mənfi 8, x bərabərdir mənfi 8 böl 4, x da bərabərdir mənfi 2. D bəndində isə yenə mötərizəni, əslində mötərizəni vurub açmadan da yaza bilərik. Gəlin bunu da digər qayda ilə yazaq. Bərabərdir 7 minus 19 olur. 2 vurulsun x minus 2 bərabərdir 7-dən mənfi 19, bu edəcək mənfi 8, 19-dan 7-ni çıxdıq, mənfi 12. Hər tərəfi 2-yə bölürük, x minus 2 bərabərdir mənfi 12 böl 2, x minus 2 bərabərdir mənfi 6-ya, x da bərabərdir mənfi 6 üzərinə gəl 2, x da bərabərdir mənfi 4. Y variantında isə dəyişən olduğuna görə biz mötərizəni vurub açaq. 4x üzərinə gəl, 4-ü 9-a 36 minus x bərabərdir 21. Baxın, burada 4x bərabərliyin bir tərəfində yerini dəyişirəm deyə işarə dəyişmir. Minus x olur. Bərabərdir 21 qalıb, amma bunu digər tərəfə keçirirəm deyə işarəmiz dəyişir. 4-dən biri 3x bərabərdir mənfi 15-ə, x da bərabərdir mənfi 15 bölünsün 3-ə, x da bərabərdir mənfi 5-ə. F bəndində isə, amma burada 5 vurulsun 1 minus 3x bərabərdir 33 üzərinə 2 yazaq. 5 vurulsun 1 minus 3x bərabərdir 35-ə. Hər tərəfi 5-ə bölürük. 1 minus 3x bərabərdir 35 böl 5. 1 minus 3x bərabərdir 7-yə. Mənfi 3x yerində qaldı. 7 minus 1. Bir digər tərəfə keçdi deyə işarəsi dəyişdi. Mənfi 3x bərabərdir 6-ya. X ise bərabərdir 6 bölünsün mənfi 3-ə. Yəni x bərabərdir mənfi 2-yə. G bəndində isə 6-dan 2-sini çıxdıq, 4x üzərinə gəl 7 bərabərdir 2 minus x. 4x yerində qalıb, x-i keçirdik deyə üzərinə gəl x, 2 yerində qalıb, 7-ni keçirdik deyə minus 7. Buradan 5x bərabərdir mənfi 5-ə, x bərabərdir mənfi 5 bölünsün 5-ə, yəni x bərabərdir mənfi 1. H bəndində isə mötərizəni vurub açaq. 2x minus 2-ni 3-ə 6 bərabərdir. 5x-dan 2x-i çıxdıq 3x. 2x 3x-i digər tərəfə keçiririk deyə minus 3x. 6-nı yenə digər tərəfə keçirdik deyə müsbət 6. Buradan mənfi x 6, x-in özü isə mənfi 6. İ bəndində isə yenə mötərizəni vurub açıb sadələşdirək. x 1x mənfi 7. Bu olur mənfi 6x üzərinə gəl 3. Digər tərəfi isə vurub açaq. 3x minus 6. Mənfi 6x yerində qaldı. 3x isə keçirdik deyə işarə dəyişdi. Mənfi 6 qalıb. 3-ü keçirdik mənfi 3. Mənfi 9x bərabərdir mənfi 9-a. X isə bərabərdir mənfi 9 böl mənfi 9. X bərabərdir 1-ə. J bəndində yenə mötərizəni vurub açaq. 5x minus 5 üzərinə gəl 3 bərabərdir 3-ü 2-yə 6 minus 3x-a. 5x mənfi 5 bu 3 minus 2 bərabər olur 6 minus 3x-a. 5x 3x-i digər tərəfə keçirir deyə üzərinə gəl 3x 6 üzərinə gəl 2 olacaq. 8x bərabərdir 8-ə, x da bərabərdir 8 böl 8, yəni x bərabərdir 1. K bəndində yenə mötərizəni vurub açaq. 2x üzərinə gəl 2, minus x üstə gəl 2, sağ tərəfi də açsaq 2x minus 2. 2x-dan yerini dəyişirəm deyə, amma bir tərəfdə, ona görə işarəm dəyişməyəcək. Üzərinə gəl 2 ilə 2-də, yəni sadəcə öz bir tərəfdə yerlərini dəyişdik deyə işarə dəyişmir. 2x-dan 1x-i çıxdıq. X üzərinə gəl 4, 2x minus 2. X minus 2x olacaq, bərabərdir mənfi 2 minus 4.
Buradan mənfi x bərabərdir mənfi 6-ya, x bərabərdir 6. El bəndində də mötərizəni vurub atsaq 6x minus 6-nı 2-yə 12 minus 6x bərabər 3x-a 3x üzərinə gəl 3-ü 6-ya 18. 6x mənfi 6x əks ədədlərdir deyə 0 oldu. Sadəcə qaldı burada mənfi 12. 3x üzərinə gəl 18. Mənfi 12 qalsın. 18-i keçirdik deyə mənfi 18 bərabərdir 3x. Mənfi 12 mənfi 18 mənfi 30 bərabərdir 3x-a, x-a bərabərdir mənfi 30 bölünsün 3-ə, yəni x bərabərdir mənfi 10-a. Burada isə tənasübün xassəsindən istifadə etməklə tənlikləri həll edirik. Bilirdik ki, tənasübü nə edirdik? Çarpaz şəkildə belə vururuq. Yəni bunu buna vurmalıyıq, bunu da bunu. Yəni 4 vurulsun x üstə gəl 2 bərabərdir 3 vurulsun x minus 1. Sonra mötərizəni açırıq. 4x üzərinə gəl 8 bərabərdir 3x minus 3. 4x yerində qaldı minus 3x, mənfi 3 yerində qalıb minus 8. 4-dən 3x bərabərdir mənfi 3-lə də mənfi 8 mənfi 11. B bəndində yenə çarpaz vururuq. 3-ü vururuq x minus 3-ə bərabərdir 2-ni isə vururuq x üstə gəl 1-ə. Mötərizəni vurub atsaq 3x minus 9 2x üzərinə gəl 2. 3x qaldı yerində 2x-i keçirdik mənfi 2 qaldı yerində 9-u keçirdik deyə müsbət. 3-dən 2x 2 ilə də 9 11. C bəndində yenə çarpaz vursaq 5 vurulsun x minus 3 bərabərdir 3 vurulsun 2x üzərinə gəl 1. Mötərizəni vurub atsaq 5x minus 15 bərabərdir 6x üzərinə gəl 3. 5x qaldı yerində minus 6x 3 qalıb yerində deyə üzərinə gəl 15. 5 mənfi 6 bu mənfi x bərabərdir 18-ə x bərabərdir mənfi 18-ə. D bəndində isə yenə çarpaz vururuq. 3-ü vururuq 2x minus 2-yə. 4-ü isə vururuq x üstə gəl 1-ə. 3-ü 2x-a 6x minus 3-ü 2-yə 6 bərabərdir. 4x üzərinə gəl 4. 6x minus 4x bərabərdir. 4 üzərinə gəl 6. 6-dan 4 2x bərabərdir 10-a. X bərabərdir 10 bölünsün 2. X bərabərdir 5. Şəkildə kvadrat təsvir edilmişdir. Kvadratın perimetri nə qədər? Biz bilirik ki, kvadratın əgər deyirsə kvadrattırsa bunun bütün tərəfləri bərabər olmalıdır. Yəni onda bu x-la x bərabər olmalıdır 4x minus 9-a. Onda x minus 4x bərabərdir mənfi 9-a. 1 mənfi 4 mənfi 3x bərabərdir mənfi 9-a, x bərabərdir mənfi 9 bölünsün mənfi 3-ə, x da bərabərdir 3-ə. Demək kvadratın tərəfi 3 imiş. Perimetrini tapanda nə edirdik? Kvadratın perimetri 4 tərəfdə bərabərdir deyə 4 vurulsun 3, yəni 12. Sahəsi isə 3 vurulsun 3, yəni eyni ədəd bir-birinə a-nın kvadratı olurdu, tərəfin kvadratı. 3 vur 3 də 9. 10-cu məsələ. Anar fikrində bir ədəd tutdu. Ta ki bu ədədimiz x-dır. Bu ədədə 4 əlavə edib, alınan cəmi 2-yə vurduqda, Anarın fikrində tutduğu ədədin x-i daxı 3 misli alınır, yəni 3x alınır. İndi bu tənliyi həll edək. Mötərizəni əvvəlcə vurub açırıq. 2-ni, bax bunu əgər çaşdırırsınızsa belə də yaza bilərsiniz. 2 vurulsun x üzərinə gəl 4 bərabər. Çünki vuruqların yerini dəyişəndə hasil dəyişir. Mötərizəni vurub açsaq 2x üzərinə gəl 2-nin 4-ə 8 bərabərdir 3x. Buradansa 2x
minus 3x bərabərdir mənfi 8-ə, mənfi x bərabərdir mənfi 8, x isə bərabərdir 8-ə. Deməli, Anarın fikrində tutduğu ədəd 8 idi. Vedrədə dolçadan 4 dəfə çox süd var. Tutaq ki, dolçada x litrdir, bilmirəm. Vedrədə isə bundan 4 dəfə çoxdur deyə 4x. Vedrədən 2 litr süd götürdükdə bu vedrə dolça qeyd edək. Bu 4x-dir, bu x-dir. 2 litr süd götürdükdə bu olur 4x minus 2. Qalan süd dolçadakı süddən 3 dəfə. Bundan 3 dəfə çoxdursa, biz dolçanı 3-ə vursaq, bunlar bərabər olar. Onda 4x qaldı yerində, minus 3x bərabərdir 2-ni keçirdik, oldu 2. Buradan da x bərabərdir 2. Gəlin indi baxaq. Vedrədə 4, 8, dolçada isə 2-dir. Bizə deyir, vedrədən 2 litr süd götürdük. Burada qaldı 6. Qalan süd dolçadakı burada isə 2 qalıb. 3 dəfə çoxdur. Bəli, görürük ki, 6 2-dən 3 dəfə çoxdur.